Salam, əziz, dəyərli, çox hörmətli dostlar, çox hörmətli izləyicilər. Xoş gördük sizi yenidən. Yenidən görüşümüzə gəldik. Yenidən sizlərlə görüşə gəldim. Çox minnətdaram, təşəkkürlərimi bildirirəm. Keçən dərsimizdən olduqca müsbət rəylər aldım. Və bir onu qədər də mənfi deməyim, amma olur da indi bəzi şəxslərdə bəzi qaranlıq qalan yerlər, amma sonradan onlarla mən şəxsi danışdım və hər şey yerinə oturdu. Və mən də keçən dərsdən dedim axı ki, artıq 7 dərsi rahat ki, amma 8-ci, yəni 2-ci bölmədən etibarən çox mənim özüm də görmürsüz, yəni çox çalışıram, çox çətinləşir artıq dərslərimiz. Artıq biz 8 dərs geridə qoymuşuq. Bugün 9-cu dərsimizlə sizin qarşınızdayım. Məhz hisslər bölməsindəyik. Hisslərin insan və insan ruhunda olan böyük təsir və rolu haqqındadır söhbətlərimiz. 9-cu dərsimizin mövzusu isə ekzistensial qorxu və ilahi təqva, yəni metafizik anksiyetenin dialektikası olacaq bugün. Çətin gələ bilər, narahat olmayın, maksimum açmağa çalışacağım. Özüm də çünki bu yollardan keçdim, bunları yazanda çox çətin olur. Yaxşı. Deməli, keçən dərs, qısa şəkildə xülasəsini verməyim lazımdırsa, keçən dərs biz hisslər haqqında və hisslərin insan həyatındakı mühümlüyünü və çox üstünlüyünü dedik və bir çox isbatlar da verdik. Və bugün qorxu və təşviş hissləri haqqında danışacağam. Keçən dərs əslində bu haqda danışdım. Qısa şəkildə deyim ki, qorxu və təşviş əslində bir-birindən bir çox cəhətdən fərqlənir və qorxu dedik məlum səbəblərə görə olur, təşviş isə naməlum səbəblərə görə baş verir. Naməlum səbəblərə görə baş verir. Ona görə də insan düşüncəsi və təfəkküründə belə deyək, qorxunun insan üçün çox lazımi bir şeydir və bir o qədər də insana, yəni belə deyim, cəmləşdirim, üzr istəyirəm, qorxu insan üçün çox mühümdür və bir o qədər də ziyanı gələ bilir insana. Dedikcə, keçən dəfə demişdik ki, qorxunun ən pik dərəcəsi fobiyadır. Bu haqda xahiş edirəm, keçən dərsimizə müraciət eləyin. Ona görə, nəyə görə deyirəm həmişə, orada əsas yerləri qeyd alın ki, sabah bunu oturanda orada birbaşa həm ekrana baxan, həm də dəftərdə görəsiz, yadınıza düşər. Birinci başlığımız ekzistensial qorxu ki, Gerardın Angest anlayışına, ümid edirəm doğru səslənirəm, buna deməli, anlayışı haqqında danışacaq. Burada deməli Kierkegaard üçün Angest sadəcə qorxu deyil, insanın sərbəstliyi və varlıq imkanları qarşısında yaşadığı metafizik narahatlıq deməkdir. Yəni sadəcə qorxu deyil dedik, insanın sərbəstliyi və varlıq imkanları qarşısında yaşadığı metafizik narahatlıqdır. Yəni, bu qorxu insanın pasiv edə biləcəyi kimi, onu öz seçimləri və varlıq anlamını kəşf etməyə də yönəldir. Və Angest insanın Tanrı ilə münasibətində məsuliyyətini dərk etməsinin də əlamətidir. Nə deməkdir bu? Nə deməkdir bu? Qısa şəkildə deyim. Biri var ki, insan həyatı öz istədiyi kimi yaşaya. Keçən dəfə hocamızın anlayışında dedik, şeytani yaşayış. Biri də var ki, ilahi çərçivədə yaşaya. İlahi tərzdə, rəhmani təsəvvüfi yaşayış. Artıq burada insan üzərinə çox böyük bir məsuliyyət gəlir. Və insan bu məsuliyyəti dərk etdikcə səhv addım atmaması üçün səhv addım atarsa, yaşayacağı o türklər demişə pişmanlıq və qorxu hissi metafizik narahatlıq deməkdir əslində bu. Bu qorxu. Bu deməkdir. Yəni, buradakı qorxu əslində yaxşı mənada olan qorxudur və bu nə deməkdir? İnsanın öz məsuliyyətini dərk etməsinə
aid olan bir qorxudur. Yəni ancaq dəyərli filosofun da burada demək istədiyi budur əslində. İnsanın öz məsuliyyətini dərk etməsi və yaxşı cəhətdən metafizik narahatlıqlar keçirməsi budur. Buradakı məqsəd qorxunun yalnız mənfi bir emosional vəziyyəti kimi deyil, insanın öz varlığını dərk etməsi və mənəvi inkişaf üçün bir vasitə kimi təqdim etməsi deməkdir. Bunlara keçən dərs dedim də, yəni yalnız sırf qorxmaq, o empikdə fobiya, yox, insan özünü belə deyək ki, insanın özünü müdafiə sisteminin aktivləşdirilməsi demişdim keçən dərs. Bu da ona görə gəlir insanın öz mənəvi məsuliyyətini dərk etməsi və nəfsinə tabe olarsa o yaşadığı qorxu budur. Yəni nəticə nədir? Yəni ekzistensial qorxu insanı yalnız həyəcanlandıran deyil, həm də varlığın dərin mənasını araşdırmağa təşviq edən bir epistemik qüvvədir. Yəni epistemik nə deməkdir? Sual yarana bilər. Yəni bilik nəzəriyyəsi də fəlsəfənin 3 ana qolundan biridir və bilik nəzəriyyəsi düşüncə nəzəriyyəsi kimi deməkdir. Yəni qorxu insanı yalnız həyəcanlandıran fobiya yox. İnsanı həm də varlığın dərin mənasını araşdırmağa təşviq edir. Budur. Yəni bəzən insan özünə sual veririk ki, məsəl üçün, çox dərin danışanda insanda bir şey yaranır, daim araşdırmağa, öyrənməyə. Budur. Yəni insanın əslində öz mənəvi məsuliyyətini dərk etməsi və əməl etməsidir. Yəni bu birinci başlığımız, yəni ekzistensial qorxu qısa olaraq deyim ki, yəni insanın öz mənəvi məsuliyyətini dərk etməsi və ilahi çərçivə daxilində yaşayış tərzi sürməsi deməkdir. Bəli. Əslində bu gözəl bir şeydir. Yəni bugün biz daha çox qorxunun bir növ xeyrindən danışmağa çalışdıq. Çünki çox zaman qorxu negativ, yəni pis, çox insana zərər verən bir belə deyək, hiss, duyğu, emosiya kimi qəbul edilir, düşünülür. Biz də bu yöndən isbat verməyə çalışdıq. 2. İlahi təqva. İmam Qəzali və deməli İmam Qəzali və xof rəca balansıdır bu. Qəzali təlimində xof, yəni xof nə deməkdir? Yəni xof Allah qorxusu və rəca da ümid insanın mənəvi inkişafının 2 əsas elementidir. 2 əsas elementdir bu. Yalnız xof ruhu depressiyaya sala bilər. Yalnız rəca isə laxliyə, belə deyək ki, laxliyə gətirər. Yəni balans insanı səmimiyyətlə təqvaya aparır. Yəni burada nə demək istəyirəm? Çox ümid də etsən, hər şeyi Allaha təvəkkül edib sadəcə boş-boş yatsan, bir müddətdən sonra sən böyük bir depressiyaya düşə biləcəksən. Çünki sən Allahı doğru tanımayıbsan, Allah bunu sənə demək istəmir. Deyəcəksən ki, heç nə olmadı, başarısız oldun, demək ki, yox. Yəni Qəzalinin burada düşüncəsi, nəzəriyyəsi, xof və rəca balansı bu iki əsas inkişaf xəttini, yəni ikisini paralel və balans şəkildə yönəltdikdə, istifadə etdikdə bu balans insanı səmimi təqvaya aparır. Təqva yolu insanı nəfsin hilələrindən qoruyaraq Tanrıya bağlayır və vicdanı gücləndirmiş olur əslində. Bu vicdanı gücləndirmiş olur. Yəni buradakı məqsəd qorxu və ümid arasında balans qurmaqla mənəvi həyatın sabitliyini təmin etmək lazımdır. Yəni çox qorxub hər şeydə yox, ümidli ol. Yəni bu nə deməkdir? Qorxu ilə cəsarəti də birləşdir. Hər şeydən qorxma. Yəni bunlar arasında paralel şəkildə istifadə etməyi bacar deməkdir. Nəticəmiz də xof, rəca insanın davranışlarını nizamlamaq və mənəvi refleksiyanı artırmaq üçün funksional bir dialektikdir. Yəni bunları biz paralel şəkildə istifadə etməyi bilməliyik və bu paralel istifadə haqqında
İlk bölməmizdə mən bu paralellik haqqında yadımdan çıxdı, inanın, hansı mövzu idi, 3 idi, 4 idi, 5 idi, bilmirəm. Hansındasa danışmışdım. Ümid edirəm, ona görə deyirəm. Təkrar siz qeydlərinizdə açıb baxsanız, inşallah ki, orada görmüş olacaqsınız. Yəni qısa şəkildə deyim, ikinci, yəni Qəzali də demək istəyir ki, qorxu ilə ümidi balanslı, eyni şəkildə, paralel şəkildə işlətsən, nəinki sənə ziyan, əksinə sənə xeyir verib, sənin çox inkişaf etmənə, yüksək zirvələri fəth etmənə olduqca kömək olacaq. Burası belə. 3. Burada isə biz deməli, belə deyək, metafizik anksiyetenin dialektikası. Burada biz müqayisə edəcəyik. O Kierkegaardın Angest anlayışından Qəzalinin xof, rəca, yəni bu ikisini biz müqayisə edəcəyik. Deməli, Kierkegaardın ekzistensial qorxusu fərdi seçim və varlıq problematasiyasında diqqət çəkir. Qəzali isə ilahi nizam və əxlaqi öhdəliklərdə özünü göstərir. Və hər iki yanaşma qorxu elementini insanın mənəvi inkişafı üçün istifadə edir. Yəni bunların ən ortaq cəhətləri qorxu hissini insanın inkişafı və mənəvi cəhətdən yüksəlməsi üçün istifadə edir. Yəni yaxşı bir şeyə istifadə edir. Bu dialektika insanı qorxu və ümid arasında tarazlığa gətirərək həm fərdi, həm də mənəvi yetkinliyə yönətmiş olur əslində. Yəni bunlar əslində bir-birinə çox oxşur. Amma hər ikisi fərqli yollarla addımlasa belə mənzil gənə eynidir. Yəni ikisi də qorxuyu bir növ balanslaşdıraraq, paralel edərək İnsanın öz məsuliyyətini dərk etməsi və ilahi yolda qədəmlərini qoyması, çalışması üçün istifadə edir. Nəticəmiz də metafizik anksiyete, baxın nə deməkdir, metafizik anksiyeteyi də deyim. Yəni, nə deməkdir bu? Əslində bu verilişimizin, bu dərsimizin, belə deyək, başlığı nə idi? Dərsimizin başlığı metafizik anksiyetenin dialektikası. Yəni, bu nə deməkdir? Yəni, qorxuyu insan pis bir his yox, əslində çox gözəl, yaxşı bir his kimi göstərməsi deməkdir. Yəni nə deməkdir bunu doğru dildə desək, insanın öz mənəvi məsuliyyətini dərk edib, nəfsinə tabe olmadan Allahdan qorxaraq, bundan gözəl şey yoxdur, Allahdan qorxaraq, ekzistensial qorxu da buna yaxındır, Allahdan qorxaraq yaxşı insan olmağa, gözəl insan olmağa və insanı kamil, yəni mövcudadır, insanın çata biləcəyi son nöqtə olan kamillik dərəcəsinə çatmaqdır. Elmi dillə desə, metafizik anksiyete insanın daxili boşluq və qeyri-müəyyənlik hissini idarə etmə bacarığını inkişaf etdirir və onu varlığın dərin mənasına aparır. Yəni bu nə deməkdir? Əslində metafizik anksiyete ruh acılığı, yəni ruhu doydurur da, qısa şəkildə deyim. O bəzən deyir, heç nə, o çox demişəm, ortada heç bir şey yoxdur, amma nəsə bir içimdə nəsə bir çatışmayan bir şey var, bir boşluq var. Budur da ruhu doyurmaq. Bu elmidə də metafizik anksiyete deyilir və bu insanın daxili aləmində dedik, boşluqları, qeyri-müəyyənlikləri, hisslərini idarə etmə bacarığı və insanın öz mənəvi məsuliyyətini dərk etmə bacarığına deyilir. Bəli, sona çatıram, sona yaxınlaşıram. 4-cü, ekzistensial qorxu və ilahi təqvanın birgə nəticəsi. Bu nədir? Belə deyək, ekzistensial qorxu və xof, rəca balansı birlikdə insanı ruhani yetkinliyə və mənəvi tarazlığa doğru əslində insanı aparır. Belə deyək ki, nə dedim? Yəni, ekzistensial qorxu və xof, rəca, Qəzalinin nəzəriyyəsi, xof, rəca balansı birlikdə, paralel şəkildə insanı ruhani yetkinliyə və mənəvi tarazlığa doğru aparır. Kierkegaard qorxu ilə fərdi refleksiyanı, Qəzali isə təqva ilə əxlaqi davranışı
inkişaf etdirir. İnkişaf etdirir. Birlikdə insanın həm daxili, həm də xarici həyatına yön vermiş olur. Buradakı məqsəd insan qorxu və ümid arasında tarazlığı qoruyaraq həm öz varlığının mənasını dərk edir, həm də Tanrı qarşısında məsuliyyətli bir mövqedə durur. Yəni insan bunları qorxu və ümidi paralel birləşdirərək, ona görə nə görürəm? İnsan ilk öncə özünü tanımalıdır. Öz tanımanın ikinci dərsimiz idi. Ora gedib müraciət etməyinizi xahiş edirəm. Budur. Nəticəmiz ekzistensial qorxu və ilahi təqva birlikdə insanın mənəvi və varlıq yönümlü inkişafını təmin edən dialektik bir sistem deməkdir. Deməli, qorxunun elə də pis bir duyğu, his, emosiya olduğunun bir nəticə və isbatı da budur. Və insanları, ruhani böyük şəxsiyyət edən də məhz budur, dəyərli insanlar. Allah qorxusu, xof deyirlər, xof, Allah qorxusu. İnsanın, belə deyək ki, ilahi yolda olan mənəvi məsuliyyətini dərk etməsi, öz mənliyini dərk edərək, bir missiyasının olduğunu başa düşərək, ümidlə o yolda addım atması idi. Deməli, nəymiş? Deməli, qorxu hissi ümid ilə paralel şəkildə işləyərək insanı ucaldarmış və insanın öz məsuliyyətini, mənəvi və ilahi məsuliyyətini dərk edərək o yolda daim çalışması olaraq adlandırır. Yəni, buradakı qorxu əslində insana xeyirdir ki, birdən bu yoldan çıxaram, birdən nəfsimə uyğunlaşaram. O qorxu hissi var ya, bu əslində insan üçün gözəl bir hissdir, vicdan səsi. Əgər bu insanlarda varsa, nəfsi məlhumə, nəfsin dərəcələrində də bu var da hamısında. Deməli, bura qədər ümid edirəm, hər şey aydın oldursa, sizinlə hələlik sağollaşıram. Yəni, qorxunun da çox pis, bizim bildiyimiz qədər pis bir duyğu olmadığının isbatını mən sizə bugün vermiş oldum. Ümid edirəm, sizlər də əlinizdən gələn qədər sizə bir şey verməyə çalışdım, anlamağınıza çalışdım. Və bir daha bizi izlədiyiniz üçün sizlərə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Gələn dərsimizdə görüşənə qədər sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Təşəkkürlər.